Salam əziz dostlar, xoş gördük sizləri. Magen David qrupunun təşkilatçılığı ilə Monitoring TV-də mən Zeynəbin təqdimatında milli dəyərlər verilişindən hamınızı salamlayıram. Əminəm ki, bugünkü verilişimiz hamınızın ürəyincə olacaqdır. Milli dəyərlər dedikdə biz sadəcə olaraq Azərbaycan incəsənəti, Azərbaycan mədəniyyəti nəzərdə tutmuruq. Bizim milli dəyərlərimiz çox geniş sahəlidir. Bizim idmanımız var, dünyaya səs salan və son illərdə dünyanın ən böyük arenalarından, beynəlxalq arenalardan çox yüksək bizə nailiyyətlər gətirən idmançılarımız var. Təbii ki, bizim idmanımız, bizim milli dəyərimizdir. Ona görə də biz özümüzə borc bildik ki, bu idmanı hər zaman yüksəklərdə tutan dəyərli bir qonağımızı dəvət edək verilişimizə və bu dəyərli qonaq təbii ki, Xəzər İsayevdir. Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri, polkovnik və sadəcə olaraq vətənini, millətini sevən, vətənpərvər bir vətəndaşımız bizim Xəzər İsayev. Xəzər müəllim, xoş gəlmişsiniz. Təşəkkür edirəm dəvətinizə görə, çox sağ olun. Xəzər müəllim, sizinlə bir çox mövzularda mən söhbət etmək istəyirəm. Çünki sizə aid olan o qədər suallar bizim ürəyimizdə, beynimizdə demək toplanıb ki. Amma başlamaq istəyirəm bizim əlbəttə ki, son illərdə dediyim kimi idmançıların beynəlxalq turnirlərdə, beynəlxalq yarışlarda qazandığı qələbələrdən və eyni zamanda bizim Bakıda, ümumiyyətlə Azərbaycanda tikilən idman strukturlarından, yəni biraz bu barədə danışıq. Təbii ki, bunlar hamısı bizim prezidentimizin zəhməti, əməyi nəticəsindədir. Biraz buradan başlayaq. Çox gözəl sual versiniz. Təşəkkür edirəm bu suallara görə. Siz bilirsiniz ki, mən uzun müddət Olimpiya hərəkatında işləyən bir şəxsəm, idmançı olmuşam. Əvvəllər sonradan rəhbər işçilərdən biri kimi fəaliyyət göstərirdim. Bir gün də fəaliyyətimi davam edirəm Olimpiya Komitəsində və adını çəkdiyiniz Ədalətli Oyunlar Hərəkatı tərəfindən. Mən o hərəkatın komissiyasının sədriyəm bugünkü gün. Və Azərbaycanda gedən ümumiyyətlə prosesdə siz bilirsiniz ki, 90-cı illərdən sonra Azərbaycanda bütün idman infrastrukturu tamamilə bərbad vəziyyətdə idi və sıradan çıxmışdı və o dövrlər çox böyük işlər tələb edirdi. Ümumi liderimiz, ulu öndərimiz dövlət başına gəldikdən sonra artıq iş günlərdən, mən elə deyərdim ki, iş günlərdən Azərbaycan idmanına diqqət, qayğı, dövlət qayğısı başladı. Və o dövrdən başlayaraq siz bilirsiniz ki, əvvəl əmr və sərəncamları dövlət başçısının, həm idmanın o bazalarının təmiri, onun yenidən quruculuq işləri başladı. Və ən əsası bizim Olimpiya hərəkatımız bildiyiniz kimi 97-ci ildə artıq biz bugünkü prezidentimiz, möhtərəm cənab prezidentimiz İlham Əliyev cənablarının təqdimatını verəndə bütün ictimaiyyət, Azərbaycan idman ictimaiyyəti birbaşa İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olmasını xahiş elədi və bu nöqteyi nəzərlə biz müraciət elədik və çox böyük müvəffəqiyyətlə o doğrudan da biz şadıq ki, o bizim demək olar ki, təklifimizi qəbul etdi və biz Azərbaycan idman mütəxəssisləri, idmançıları, məşhur idmançıları, hər kəs bu demək olar seçkilərdə iştirak edən insanlar bir yekdirliklə bizim cənab prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti seçdik. Və o dövrdən Azərbaycanda artıq Olimpiya hərəkatı tamamilə başqa bir fürsət aldı. Nəyə görə deyirəm bunları? İdman qurğuları, köhnə idman qurğuları deməli bərpa olmağı ilə yanaşı və yeni idman qurğularının Azərbaycanda demək olar ki, tikilməsi başladı. Və bu gün deyərdim ki, Azərbaycanda 60 rayonumuz varsa, 50-yə yaxın artıq hər bir rayonumuzda, 50 rayonda Olimpiya bazaları tikilib, Azərbaycan yeniyetmələrinin, gənclərinin və idmanla məşğul olmaq istəyən insanların ixtiyarına verilib. Və bu gün də siz bilirsiniz ki, artıq bizim idmançılar dünya şöhrətli idmançılara çevirməyə başlayıb və onu da qeyd eləmək istəyirəm ki, bununla yanaşı Azərbaycan idman dövləti kimi olaraq, ya dövləti olaraq daha doğrusu dünya yarışlarının Azərbaycanda keçirilməsinə də nail olub. Artıq çox idman növləri var ki, Azərbaycan bu idman növlərinin ən mühüm yarışları olan Avropa, dünya, siz bilirsiniz ki, Avropa kimi, Avropa
oyunları kimi, İslam oyunları kimi, gənclərin dünya oyunları kimi belə yarışların Azərbaycan keçirilməsinə nail olubdur. Və bu gün də o hərəkat davam edir və ən böyük demək olar ki, biz idmançılara verilən dəyərlərdən mən ümumiyyətlə danışmaq istəyirəm və dövlətimizə, dövlət başçımıza demək olar öz minnətdarlığımızı, təşəkkürümüzü bildirmək istəyirəm ümumi idmançı kütləmiz adından. Və siz bilirsiniz ki, hər bir idmançımız yüksək nailiyyətlər verdikdən sonra dövlət başçısı tərəfindən onlara yüksək mükafatlar, adlar. Demək olar ki, mən bir şey də qeyd eləmək istəyirəm ki, məşhur idmançılarımız idmandan getdikdən sonra, tamamilə idmanı bitirdikdən sonra onlar yenə də idman dövlət qayğısında olaraq işdən təmin olunurlar, onlara diqqət, qayğı yenə də qalır, nə qədər ki, onlar ömür yaşayırlar. Yəni, bu, demək olar, Azərbaycan dövlətinin, Azərbaycan dövlət başçısının ümumiyyətlə qurulan bu sistemin ən yüksək amillərindən biridir. Təbii ki. Çünki bir dövləti bütün dünya miqyasına tanıdan ilk növbədə onun mədəniyyəti ilə yanaşı, eyni zamanda idmanıdır. Doğru deyirsiniz. Sizin rəhbərlik etdiyiniz Ədalətli Oyunlar Komissiyası, biraz onun fəaliyyəti barədə danışaq. Onun, yəni, iş fəaliyyəti nədən ibarətdir? Ümumiyyətlə, siz bir şeydə diqqətinizə çatdırmaq istərdim ki, bizdə əksər demək olar komissiyalar mövcud idi Milli Olimpiya Komitəsində. Amma möhtərəm cənab prezident bir neçə komissiyadan yanaşı birinci növbədə də Ədalətli Oyunlar Hərəkatının komissiyasını həmən təşkilatın içində fəaliyyətini saxladı. Bundan başlamaq istəyirəm və bu birbaşa özünün demək olar ki, öz ruhu, öz yolu, özünün gördüyü bu işlər olduğu üçün Ədalətli Oyunlar Komissiyası demək fəaliyyətini bu günə qədər davam etdirir. Və bizim funksiyamız nədən ibarətdir? Bizim işimiz nədən ibarətdir? Azərbaycan Ədalətli Oyunlar Komissiyasının işi Azərbaycanda ədalət prinsiplərinin insanlara çatdırılması, onların demək olar ki, təbliği, ümumiyyətlə o ruhu insanlara bəxş eləmək üçün müəyyən tədbirlərin keçirilməsi, müəyyən tədbirlərdə müəyyən mükafatların verilməsi, ümumiyyətlə təbliğ tək niqdən olunması düzgün deyil. Biz həm də əməli işlərimizi həyata keçirdirik ki, Azərbaycan idmançısı, Azərbaycan idmanla bağlı olan hər bir şəxs, ümumiyyətlə Azərbaycan insanları ədalət prinsiplərinin nə olduğunu dərk eləsinlər, ədalət prinsiplərinə həyatlarını yaşasınlar. Onların içində idmançılarımız da böyük rol oynayır və deməli, ədalət prinsipləri həm həyatda, həm təhsildə, həm də idmanda mövcuddur. Ona görə də bu sahə çox önəmlidir. Biz də çalışırıq ki, bu ruhu, bu imkanlarımızı, yəni bu təbliği insanlarımıza daha da geniş, daha da mükəmməl çatdıraq. Çox gözəl. Həm də eyni zamanda Ədalətli Oyunlar Komissiyası Avropada da fəaliyyət göstərir, səhv etmirəmsə, və siz o komissiyanın üzvüsünüz, eləmi? Bəli, ümumiyyətlə Azərbaycan olaraq, Milli Olimpiya Komitəsi olaraq biz həm beynəlxalq Ədalətli Oyunlar Hərəkatının üzvüyük, oranın iştirakçısı, həm də Avropanın. Bir gözəl də xüsusiyyət budur ki, biz hər iki təşkilatın tədbirlərini Azərbaycanda keçirmişik və şəxsən o təşkilatın rəhbərlərini möhtərəm cənab prezidentimiz qəbul edib, onlardan söhbət edib. Yəni, Azərbaycan ədalət prinsiplərinə doğru addımlayan dövlətlərdən biridir. Və bunun da başında möhtərəm cənab prezidentimiz dayanır. Biz bunu bilirik və bir xüsusiyyətlə deyim ki, yəni göstərdiyimiz bu xidmətlərə görə Avropa, dünya qarşısında böyük xidmətləri var Azərbaycanın Milli Olimpiya Komitəsinin. Ona görə mənim də fəaliyyətim biraz genişləndi buna görə və mən bu günə qədər Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvüyəm. Yəni bu üzvlər cəmsi 8 nəfərdir və ondan biri bir Azərbaycanlı şəxsən mənəm. Yəni bu böyük bir təşkilatdır və böyük bir hərəkatdır. Yəni Azərbaycan yenə də ədalət prinsiplərinin içində. Neçə dövlət əhatə edir o? 42 dövlət. 42 dövlətdir, təxminən üzv olan dövlətlər. 42 dövlətin içində yəni ki 8 nəfər icra hakimiyyəti, bir prezident və 7 üzv. O 7 üzvdən biri də çox gözəl, çox sevindirici bir faldır. Doğrudan da Xəzər müəllim, təbrik edirəm sizi. Çox məsuliyyətli, həm də şərəfli bir işdir bu. Bəli. Olimpiya komitələrindən danışdıq bölgələrdə. 50-yə yaxın dediniz ki, olimpiya komitələri var və onların komplekslər var. Bəli,
Bəli, o komplekslər vaxtaşırı, yəni sizlər o kompleksləri gəzib onların iş fəaliyyətlərini yoxluyursunuzmu və razısınızmı? Ümumiyyətlə hər yerdə elə orada olan nümayəndələr, onların direktoru var, onların demək olar ki, idarə heyəti var. Bunlar öz fəaliyyətləri barəsində mütləq şəkildə həm Gənclər İdman Nazirinə, həm də Milli Olimpiya Komitəsinə məruzə edirlər. Çünki bunların bağlılığı ancaq bundan ibarətdir. Biz yoxlamalar ancaq mövcud vəziyyətdə yoxlamalar baş verə bilər. O da şükürlər olsun ki, bu gün Olimpiya kompleksləri hamısı işləyir. Yəni əvvəldən görüləcək işlər bəllidir, hansı addımlar atılacaq bəllidir. Yəni təmas bir şəklində bu hərəkat öz işini görür. Ona görə də yoxlamalara da hətta ehtiyac duyulur. Çünki əvvəldən proqnozlar verilir, hansı işlər görüləcək, hansı tədbirlər keçiriləcək. Yəni bu barədə həm Gənclər İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə məlumatlar verilir. Yəni sizi qane eləyir onlar. Əlbəttə ki, əlbəttə ki. Xəzər müəllim, işlər barədə çox gözəl. Mənim sizə başqa bir suallarım da vardı. Siz bir idmançı ailəsində doğulmusunuz. Sizin atanız güləşçi olub. Sonra siz demək olar ki, həyatınızı uşaqlıqdan idmana həsr etmişsiniz. İdman sizin həyatınız olub artıq. Və sizin qardaşınız haqqınızda mən sizə o xatirələr oyatmaq istəməzdim. Amma bunları deməyi özümə borc bilirəm ki, qoy insanları, yəni bizim xalqımız da bilsin, onları xatırlasın. Sizin qardaşınız da idmançı olub, Müşfiq İsayev, səhv etmirəmsə, 90-cı ildə 20 yanvar hadisələrində şəhid olubdu. Biraz o barədə Allah rəhmət eləsin bütün şəhidlərimizə təbii ki, o da idmançı olubdu. Və bildiyim qədər o hətta o zaman Bakıda deyilmiş. O Rusiyanın bir şəhərində oxuyurmuş hər halda. Amma bu hadisələr eşitdikdə bir o vətənpərvərlik hissi ilə yenidən gəlibdi Bakıya və eləcə o gecə şəhid olub. Çox sağ olun. Sual təsiri də olsa fərəhlidir. Mən onu birbaşa demək istəyirəm. Ona görə ki, əvvəllər əgər mən şəhid ailəsinin, şəhid qardaşı kimi çox qəmgin, bədbin olurdumsa, bu günlərim şəhidlik zirvəsinə qalxan insanları gördükcə mən qürurlanıram, fəxrdən yaşayıram bu həyatda. Və onu da deyim ki, biz ümumiyyətlə müəllim ailəsində doğulmuşuq, böyük başı çatmışıq. Anam da müəllim olub, atam da müəllim olub. Atam bədən tərbiyəsi İdman Akademiyasını qutarıb və Ağdaşda Uşaq Gənclər İdman Məktəbinin direktoru vəzifəsində işləyib. Demək olar ki, texnikumlarda idman dərslərini deyib, orta məktəblərdə işləyib. Yəni, ümumiyyətlə, ailə idmana bağlılığı atamızdan keçib və ailədə 4 qardaş, bir balaca qardaşımız 2 yaşında rəhmətə gedib. Deməli, 4 qardaş, 4-ümüz də güləşin, sərbəst güləş növü ilə məşğul olmuşuq. Həmçində Müşfiq. Yəni, Müşfiq Bakıda idi. Yəni, o oxumaqla əlaqədar həmən böyük qardaşım Zaurun yanına Vladimirə göndərdi ki, orada təhsilini davam etdirsin, oxusun. Amma bu hadisələr vaxtı düz deyirsiniz ki, düz qeyd edirsiniz ki, o qayıdıb gəldi ki, mən orada qala bilmərəm, mən gəlməliyəm. Və qayıtdı da, gəldi də. Biz xeyli yaşadı bizdə, elə mənim evimdə qalırdı. Və ondan sonra da bu hadisələr baş verdi. Hətta həmən axşamı həyətdə dostlar, qohumlar, qonşular hamısı onu hansı güclənsə saxlaya bilmədilər. O elə bir ki, dartınırdı. O şəhidliyə doğru ayaq açmışdı. Heç kimə qulaq asmayaraq həmən günü biz demək olar anam, yoldaşım biz rayona getdik. Bunu da dedim ki, gedək bir yerdə. Və elə bir ki, dedi ki, yox, mən evimi təzə almışdım. Təmir işləri gedirdi. Qardaş, siz gedin rayonda biraz dincəlin. Mən burada təmiri yekunlaşdırım, sonra gələrsin. Kimin ağlına gələr ki, axşam belə bir hadisə baş verəcək, belə bir hallar olacaq. Yəni, ona görə biz onu apara bilmədik. Və gecə saat 1-də birə işləmiş bir 25 dəqiqə bizə evə zəng olundu, telefonu elə mən götürdüm. Mən olan otaqda idi. Dedilər, bəs bir xanım qız zəng elədi ki, biz ateistlənik, səslə, küylə, həyəcanlı ki, bəs belə bir hadisə baş verib və sizin qardaşınız da ölənlərin arasındadır. Yəni, məlumat üçün deyirik. Ola bilsin ki, ölənləri tapa bilməsinlər, bəzi ölüləri götürürlər, aparırlar. Yəni, belə bir hadisə danışdı. Mən həmən an artıq telefon düşdü əlimdən, biraz özümə gələndən sonra gəldim. Qayıtdım ben Şamaxı yolu ilə, elə Bakının girəcəyində post var idi.
o postda saxladılar. Demək olar ki, hərbiçi olmağım bizi o hadisələrdən, yəni başqa hadisələrdən, yenə də əlavə hadisələrdən qorudu. Onlar soruşdular, hara gedirsiniz? Mən dedim, qardaşım rəhmətə gedib gedirəm onu götürməyə. İcazə vermədilər və hətta avtomatın qundağı ilə o yanımdakı şoförə də vurdular ki, qayıdın dala. Mən sənədimi çıxartdım, göstərdim ki, mən də hərbiçiyəm. Axı, bir can, bir qəlbdə olan adamlarıq. Bu şeylər nəyə lazımdır? Başa salmağa çalışdım. Nəsə, başa düşmədilər. Dedi, sizə ən yaxşı halda geri qayıtmağı məsləhət bilirdik. Yəni, təyəldən mən dəmir yolu ilə bizdə Ləki stansiyası Ağdaşın. Oradan oturaraq poyza, yerli vayankomat, polis rəisi, mənim rəhmətli qaynatam birgə getdik Bakıya. Və gəncliyə düşdükdə, gənclik həmən mənim yaşadığım gənclik deyildi. Artıq gənclikdə elə bir hava var idi ki, bayra baxırdım, elə bir zibilxanaya çıxmışsan. Belə bir şəraitdə. Artıq avtobuslar işləmir, taksilər işləmir. Biz piyada 1 kilometr yarım olardı gənclik metrosundan mənim evimin yana. Artıq gedəndə əvvəldən demişdim idmançılara, meçiddə yuduzdurmuşdular, hazır qoymuşdular ki, biz gələndə götürək. Bax belə, yəni bu acı xatirələr də olsa, amma bu günlərim xatırlamaq bizim borcumuzdur. Hətta cənab prezidentin şəhidlər haqqında verdiyi o şəxsiyyət, bu artıq o şəhidlərin ən böyük dəyəridir. Mən onu qeyd eləməyə bilmərəm, çünki artıq biz doğrudan da rəsmi şəhid ailəsi kimi demək olar ki, protokoldan, sistemindən keçirik. Xəzər müəllim, o illərdə 20 yanvarda sizin qardaşınız kimi bizim yüzlərlə oğullar azadlığın toxumunu bu torpağa əkdilər. Bəli. Toxumu əkdilər və o toxum illərlə cücərməyə başladı. Tamamilə doğrudur. Siz də kövrəlisiniz. Tamamilə doğrudur. Cücərməyə başladı və bugünkü gün biz o ağacın meyvələrini yeyirik. Bu azadlıq, bu müstəqil dövlət, bu qələbələr, bütün bunlar hamısı onların o əkdiyi toxumların meyvəsidir bizə verir. Tamamilə doğrudur. Demək olar 44 günlük müharibə bunu bizə yenidən bu həyatı bəxş elədi. Mən onu demək istəyirəm. Artıq nə mənim qardaşım kimi şəhid olan insanlarımızın qanı yerdə qalmadı. Bu ən böyük xoşbəxtlikdir. Və bunun üstündə mən sizə deyim ki, həm böyük liderlik, həm doğrudan güclü dövlət başçısı, həm dövlət sistemi olmalı idi ki, biz bu qələbəni əldə edə bilək. Yəni, bu olmasaydı, və siz yadınızdadırsa, biz 30 illərdir artıq cənab prezident Milli Olimpiya Komitəsinin prezidenti seçilən gündən bu günə qədər bizim o olimpiya bazalardır ki, rayonlarda. Nə qədər çox işlər görülür. Bütün bu idmançıları, bütün sağlam insanları yaratmağa, onun quruculuq işlərinə qulluq eləyən bir mexanizm idi, bir sistem idi. Çox adamlar o dövrlərdə bəlkə də düzgün başa düşmürdülər ki, bazaların tikilməsi artıqdır, nəyə lazım, bu qədər maliyyə bura xərclənir. Amma o bazaların yaradılması ilə Azərbaycan gəncliyi, Azərbaycan yeniyetməsi, Azərbaycan əskəri güclənməyə, qüdrətlənməyə başladı. Yəni, bu bəzi adamlar idmanı adi bir idman kimi dərk edir. Amma dövlət idman siyasəti tamamilə başqa şey. Həm gənclik ruhunu möhkəmləndirir, həm idman növlərindən məşğul olan bizim yeniyetmə gənclərimizdə xarakterlər əmələ gəlir. Yəni, bir kişiliyə əmələ gəlir. Bax, bu xüsusiyyətlər də bu günləri bizi 44 günlük müharibədə özünü göstərdi və böyük bir qələbəyə gətirdi. Gətirib o qələbəyə çıxardı. Və bütün şəhidlərimizə Allah rəhmət eləsin. Amin. Xəzər müəllim, ümumiyyətlə idman dedikdə, idman həm fizioloji, həm də psixoloji bir işdir. Yəqin razı olarsınız ki, ümumiyyətlə idmanda sizcə ən çox hansı önəmlidir? Ümumiyyətlə, saydığınız bu iki şərtlər ikisi də çox önəmlidir. Burada mən psixologiyanı da əlavə eləmək istəyirəm. Yəni, çünki psixologiyası olmayan hər bir şəxs nəinki idmanda, heç tutduğu hər bir sahədə o layiqli yerini tapa bilməz, tuta bilməz. Çünki psixologiya elə bir şeydir ki, insanlar onun yaxşısı ilə də, pisi ilə də, əyrisi ilə də, düzü ilə də rastlaşmağa məcburdur həyatda. Və bu psixologiyası güclü olan insanlar kütlə arası
arasından çıxmağı bacarır. Yəni o çətinlikdən çıxmağı bacarır və öz mövqeyini yüksəldib layiqli yerini tutmağı bacarır. Və bura fiziki cəhətdən mütləq şəkildə idmançıları götürsək, fizikası idmançıların olmalıdır. Mütləq şəkildə taktika, texnika, o idmanın elmi tərəfi o mütləq olmalıdır. Bu günlərim reabilitasiya mərkəzimiz var. Siz bilirsiniz, Gənclər İdman Nazirinin arxasında. O reabilitasiya mərkəzi idmançılarımızın o zədələrdən, müəyyən o xüsusiyyətlərdən demək olar ki, xilas edən bir sistemdir. Yaxşı ki, bu Azərbaycanda quruldu. Vaxtında heç bir şeyimiz yox idi bizim dövrümüzdə. Amma bu gün olması və bu gün idmançılarımızın bütün federasiyalar orada, məşhur idmançılarımız, layiqli idmançılarımızın hər biri orada demək olar ki, reabilitasiya mərkəzində öz müalicələrini, müəyyən psixoloji deməli addımlarını atmaq imkanları var. Bugünkü gün siz gənclərlə təbii ki, çox məşğul olursunuz. Yəni dünya miqyasında beynəlxalq yarışlara çıxartmaq üçün varmı bizim yeni hazırlanan sizin gənclərdən kimləri nümunə göstərə bilərsiniz və hansı idman növü üzrə? Demək olar, mən özüm sərbəst güləçiyəm, hamı bilir bunu, bəllidir. Mən öz idman növüm üzrə 3 il, 4 il, 15 il, 20 il bundan qabaq başlamışdım. Necə başladım? Yəni oğlumla, qardaşım oğlunu məşqlərə başladıqca eşitdilər ki, mən bunlara məşq keçirəm, onun dostları, nə bilim kimlərsə yaxınları gəlmək istədilər məşqlərə. Mən dəvət elədim, gəldilər və o dövrdə cəmisi 3 il yarım işlədim. Çünki dövlət işi ilə biraz çətinliklər əmələ gəldi. Yəni vaxt məhdudiyyəti var, işi qoyub hər dəqiqə getmək olunur. Baxmayaraq ki, mən 6 bazar müəyyən boş vaxtlarımda bunlardan məşğul oldum. Mən indi gənclər arasında dünya Avropa çempionunda hazırladım. 2 nəfər, bir qız, bir oğlan həm Yunan sərbəst güləş, həm Yunan Romada, həm qız güləşində Avropa üçüncüsü kimi nəticələr əldə elədim. Bu gün də ara sıra görürsünüz ki, yenə də işim davam edir. Hələ ki, dövlət işindəyəm, işləyirəm, kömür xidmətindəyəm və vaxtım olanda gedirəm, bir neçə tələbəm var. Artıq bir ilə yaxındır bir xanım qızımızla məşğul oldum və artıq U20 deyilən bir Avropa dünya çempionatı var, yəni gənclər arasında. Artıq bizim qızımız dünya üçüncüsü oldu az bir müddətdə. İnanırıq ki, o gələcəkdə həm dünya, həm Avropa, həm də Olimpiya oyunlarının iştirakçısı, sonra da orada mükafatçısı olacaq. Yəni məqsədimiz budur, qarşımıza qoymuşuq. Adı Nərgiz Səmədovadır. İndidən deyirəm ki, yəni kütlədə bilsin, ictimaiyyətdə bilsin, tanısınlar. Çalışırıq ki, bu xanımı biz yüksək səviyyədə o yarışlara hazırlayıq. Yəni potensialı güclüdür ona görə. Bəli, çox gözəl. Xəzər müəllim, siz dediyim kimi bayaq uşaqlıqdan həyatınızı idmana həsr etmisiniz. İdman əslində bir həyat tərzinə çevrilib sizdə və bir fəlsəfədir. Bəli. Mən əminəm ki, idman sadəcə olaraq insanı fiziki cəhətdən deyil, həm də beyin olaraq, zəka olaraq dəyişir insanı. Siz bugünkü gün gənclərə, məsələn, nə məsləhət görərdiniz? Yaxşı bir idmançı olmaq üçün nə etmək lazımdır? Yəni, həyat tərzini necə yönətmək lazımdır və necə çalışmaq lazımdır? Bizim çox hallarda idmançılarımızın əksəriyyəti idman nailiyyətləri verən kimi, məsəl üçün, təhsildən uzaqlaşırlar. Amma baxın, bilmirəm, bu keçmiş ideologiya idi, yəni sosialist ideologiyasından irəli gələn məsələlər idi, yoxsa o dövrün sistemindən əmələ gələn bir məsələ idi. Yəni, bəzi xüsusiyyətləri mən biləm, sosializm dövründə elə gözəl xüsusiyyətlər olub ki, onu bir gün demokrat dövründə də biz istifadə eləməliyik. Doğrudur. Və bu nəyə görə deyirəm bunu? Məsələn, o dövrdə biz isteri yığma komandası, mən 15 yaşından isteri yığma komandasının üzvü olmuşam artıq yeni yetmələr arasında. Əgər biz hər hansı bir, ən azından bir bədii kitab yığma komandanın təlim məşq toplanışlarına biz gətirməliydik və onu məşqçiyə göstərməliydik. Əgər bu yox idisə, həmin an bizi geriyə zbordan demək olar ki, silirdilər, biletimizi alıb qaytarırdılar ki, olmaz. Yəni, belə bir ciddiyyətlə yanaşırdılar və o kitab nəyə görə lazım idi? Bizim o dincələn vaxtlarımızda mütləq şəkildə mütaliə eləmək üçün, yəni ki, hansısa bir hekayənimi, hansısa bir hadisənimi, qoy olsun, yəni ola bilsin ki, elmə o qədər yaxın olmayan bir xüsusiyyət ola bilər. Amma bunun oxumaq beyni, yəni o şuuru inkişaf edəsin. Təbii ki. Həm də ki, yatmazdan
qabaq bizə onu məsləhət bilirlər. Çünki insan kitab oxuduqca demək olar ki, beyni sakitləşir, sakitləşdikdə də artıq yuxu gəlməsi daha da önəmli olur. Və bu xüsusiyyət var. Biz ona görə də axşamlar da günorta dincələndə də bu kitablardan istifadə edirdik. Və mən gənclərimizə yeniyetmə, yəni elmin idmana aidiyyəti yoxdur. İdmanın elmə. Yəni insan əgər təkəbbürlə yanaşsa, yəni hər hansı bir xüsusiyyətlə yanaşsa ki, bunun mütləq elmi də olmalıdır, idmanı da, o idmançı doğrudan da məşhur idmançıya çevrilir. Yəni mən həm müəllim ailəsində olduğum üçün, həm də bəzi hallarda mən ədəbiyyat dərsinə girirdim. Məsələn, Qacarın o demək olar poemasından, onun dediyi sözlərdən Səməd Vurğun bəli, Qacar Vaqifdən, Qacardan yazdığı poemada ondan çıxıcı, məsələn, mən artıq o poemaları bilirdim. Mən girirdim ədəbiyyat dərsinə, baxmayaraq ki, zborlarda olurdum, təlim məşqlərdə 15 günlərdən bir söz məktəbdə olmurdum, ayda bəlkə 20 gün, 15 gün. Amma gələndə, içəri girəndə, məsələn, mən o şeyləri ki, atamla həyətdə işləyəndə, ailəmizin yanında olanda, onun dediklərini o şey beynimə yazdıqda, o dərslik mənim üçün adi bir hala çevrilirdi. Yəni mən o həmən hekayələri, həmən dərsliyi müəllim keçəndən sonra həmən çıxırdım daskada, demək olar ki, məsələn, Qacarla Vaqifin bu mübahisəli bir-birinə diyaloqlarını mən çox böyük həzlə deməyə başlayırdım. Yəni, müəllimlər də bunu hiss edir. Riyaziyyat da mən çox gözəl bilirdim riyaziyyat. Həndəsə o mənim sevimli bir şey. Baxmayaraq, çox adam qaçır həndəsə dərsindən. Amma çox gözəl, çox tərkibli, dərin, mənalı bir elmdir. Həm də idmanda da o çox lazımlıdır. Dedim, riyaziyyatdır, həndəsədir, bunlar mütləq vacibdir. Fizikadır. Çünki, məsələn, Almanın yerə düşməsi, yəni bu hallar, biz dərsliklərdə bunları oxumuşuq. Yəni, o fiziki hadisələrin hamısını o fizika dərsində biz öyrənməyimiz mütləq lazımdır. Məsələn, Bədən Tərbiyə Akademiyasında, indi akademiya bizim dövrümüzdə Bədən Tərbiyəsi İdman İnstitutu idi. Orada anatomiya, fizionomiya, bu mütləq idmançıya lazımdır. Baxın, anatomiya nədir? Anatomiya bizim barmaqlarımızın içində olan fəqərələrdir. Qolumuzda, barmaqlarımızda, insan orqanizminə qədər fəqərələr var. Doğrudur. Biz onları bilməliyik. Məsələn, üz şeydə neçə cüt, neçə tək bizim sümüklərimiz var, bunu biz bilməliyik. Fizionomiyası da, insanın fizionomiyası, onun əzələləridir, onun əzələrin inkişafıdır, qan dövranıdır, bağlardır. Bunlar hamısı idmançıya çox lazım olan xüsusiyyətlərdir. Yəni, bunu bilmək hər bir idmançıya, hər bir idman mütəxəssisinə mütləq vacibdir. Çox gözəl, çox gözəl. Xəzər müəllim, həyatınızın 6-cı 10 illiyindəsiniz. Orta yaş deyək, həqiqətən də orta yaşdır bu. Çünki sizin hələ irəlidə, necə deyim, görüləcək o qədər işləriniz var ki, siz uzun müddətdir ki, həm məmur kimi yəni fəaliyyət göstərdiniz, həm idman sahəsi. Demək istədiyim, sizin idmançı olmağınız, o idmançı psixologiyası sizin məmurluqda idarə etmədə sizə kömək etdimi? Çox gözəl sual verirsiniz. Yəni, onsuz olmazdı. Bir kəlmə deyim sizə, onsuz olmazdı. Çünki insan gəzdikcə daha da çox görür. Görmədiyini, bilmədiyini dərk eləyir, baxır. Bu artıq oxunmamış bir elmə çevrilir. Bəli. İnsanlarla ünsiyyəti, yəni bir gün bayaq mən sizə təklikdə olanda bir alimlə bağlı bir söhbət. Yəni alimlərdən, məşhur insanlardan, görüşlər, bunlardan mütaliə, bunlardan üzbəüz oturub danışmaq, soru-sual eləmək, bunlar insanı kamilləşdirir. Yəni, buna da məni bağlayan idman olur. Əlbəttə ki, mənim dünyanın əksər dövlətində, bəlkə 5-6 dəfə olmuşam, çox dövlətlərində. Yəni, dünyanın əksər dövlətlərini gəzmişəm və cürbəcür insanlarla rastlaşmışam, cürbəcür məzmunlarla, cürbəcür hallarla mən rastlaşmışam. Bu, istər-istəməz o insanı təkminləşdirir və sonradan da idmandan sonraki ömründə də çox böyük təkan verir. İşdə, və əlavə də insan, hər bir insan demək olar öz hüququnu bilməlidir. Həm də Bakı Dövlət Universitetinin o vaxtda Bakı Dövlət İnstitutunun hüquq fakültəsini qurtarmışam. Yəni
hüququ da yəni mənimsəmək lazımdır. Yəni insan atdığı addımı bilməlidir. Məsələn, bəzi idmançılar çılğındır. Görürsünüz, bir artıq hərəkətdən hardansa talihi korlanır. Müəyyən bir yerdə bir balaca səbir eləməyə ya qanuna, hüquqa müraciət eləməyin dərdindən o yumruğa hər hansı bir addımı atır və onunla da həyatını məhv edir. Onun da bütün həyatı bunun üçün başqa bir istiqamətdə. Ona görə də bizim gənclərə mən nəsib bilirəm və onlara yol göstərmək istəyirəm ki, həmişə o qanun çərçivəsində hərəkət eləsinlər. Qanunu sevsinlər, qanunla yaşamağı sevsinlər. Və ya qanunla yaşamaqdan yanaşı qanun nədir? Həm də nizam-intizam. Yəni idmançının əgər nizam-intizamı olmasa, yəni idmanı götürsək, o ali idmançı ola bilməyəcək. Qalxacaq, ayaq atacaq, yeriyəcək, amma o yüksək vəzifəni əldə eləyə bilməyəcək. Mən onu qətiyyətlə deyirəm. Bəli, çox gözəl. Xəzər müəllim, sizə sadəcə olaraq sırf belə deyim, bir insani bir sual vermək istəyirəm. İllər insana kamillik gətirir. Bəli. İnsan müdrikləşir, topladığı təcrübələrlə müdrikləşir və sonra nə gətirir? Bəli, sonra hamımızın bildiyimiz xəyallar, keçmiş, bütün tarixi yaşadığın ömür, gün, yəni qoyduğun iz. Amma arzular bitmir, eləmi? Əlbəttə ki, bitmir. Arzular, mən elə biləm, hər bir insanda o axırıncı nəfəsini alana qədər bitmir. Təcə insan xəstəxanaya düşəndə də, evdə yatanda da deyir, Allah, sən mənə imkan verginən ki, durum bu arzularımı həyata keçirdim. Mən bu işlərimi yarımçıq qoymuşam, bunu həyata keçirdim. Yəni, duyğular ölməzdir. Hələ həyata keçirə bilmədiyiniz arzular varmı? Əlbəttə ki var, əlbəttə ki var. Hal-hazırda Allah bütün övladları sağ eləsin. Həm qız övladımdan, həm oğlan övladımdan razıyam. Şükürlər olsun. Hal-hazırda iki qız nəvəm, bir oğul nəvəm var. Maşallah, babasınız. Yəni ki, mənim arzularımdan biri o idi ki, yəni mənim ən böyük səhvlərimdən də bəlkə biri o idi ki, mən xarici dilə önəm verməmişəm. Biz biraz ingiliscini də başa düşürəm, müəyyən sözlər. Ona görə də indi mənim arzum nədir? Mənim balaca nəvəmi düzdür, məktəb ağır da olsa, çətin də olsa, Landaoda oxuyur hal-hazırda, Landao məktəbində. Artıq mən lazım olanda evdə hansısa bir yalandan da ola bilər deyəm onu, xoş niyyətlə. Doğrudan çağırıram onu ki, oğlum, gəl bunu oxu görüm, bu mənası nədir? O bütün onu təcrübə eləyəndə mənim ürəyim nəvə sizə kömək edir. Ondan böyük zevq yoxdur. Yəni özümdə almadığımı artıq nəvəmdə görürəm. Mən bəlkə ingilis dilində bilsəydim, mən daha da böyük işlər görməyə qadir. Nəinki Azərbaycanda, yəni Avropada, dünyada. Yəni mənə maneçilik törədən xüsusiyyətlərdən biri bu idi. İndi o arzumu istəyirəm ki, nəvəmə verim ki, nəvəm məni yaşatsın, mən o arzumu həyata keçsin. Belə xüsusiyyətlər var. Yəni yaşamaq, insan nəfəs alırsa çox böyük işlər var. Hər yaşın özünün gətirdiyi arzular, istəklər var. Əlbəttə. Önəmli odur. Xəzər müəllim, çox təşəkkür edirəm. Əminəm ki, bugünkü bu söhbətiniz bütün tamaşaçılar üçün çox maraqlı oldu. Çünki söhbətinizdən çox səmimi cavablar verdiyinizdən əminəm və mənim verilişin sonunda sizə bir hədiyyəm var. Çox sağ olun. Kiçik bir hədiyyə olacaqdır. Bu əlbəttə ki, bizim İdə parfümdəndir. Azərbaycanda bir nömrəli parfüm brendi İdə parfüm. Biz özümüzdə istifadə edirik. Qalıcılığı ilə çox fərqlənir və eyni zamanda bütün dünya markaları brendlərinin birəbir iyisini, ətrini verir. İdə parfüm bizi həmişə qonaqlarımızı sevindirir, kiçik də olsa hədiyyələr verir. Biz İdəni nəyə görə seçirik? Çünki çox qalıcılığı var və eyni zamanda zərərsizdir. Bəzi orada kimyəvi maddələr yoxdur və eyni zamanda bütün dünya ətirlərinin, markalarının birəbir bunu iyisini verir. Mən bunu sizə təqdim eləmək istəyirəm İdə parfüm adından. Çox sağ olun. Ən azından, çox sağ olun, təşəkkür ederim. Ən azından Azərbaycan modelidir də. Yəni Azərbaycan... Bəli, özümüzünküdür, öz modelimizdir. Gülə-gülə istifadə eləyin. Çox sağ olun, təşəkkür ederim. Və verilişimizin sonunda bizim ümumiyyətlə tamaşaçılara son sözünüz nə demək istəyərdiniz? Bizim kanalımız, bizim haqqımızda ümumiyyətlə ürəyinizdən gələn monitoring. Mən ilk öncə sizə təşəkkür edirəm. Elçin müəllimə təşəkkür edirəm. Monitoring
kanalından təşəkkür edirəm ki, bu səmimi söhbət üçün mənə şərait yaratdınız və ürək sözlərimi sizinlə bölüşməyimə şərait yaratdınız. Təşəkkür edirəm ki, bizi dəyərləndirirsiniz. Təşəkkür edirəm ki, yaddan çıxartmırsınız. Borcumuz. Yəni bir Azərbaycan xalqının nümayəndəsi kimi sizə böyük minnətdarımı, təşəkkürümü bildirmək istəyirəm. Sağ olun və Monitoring TV-yə Monitoring TV-yə istəyərdim ki, bütün idmançılarımız sözün əsl mənasında, yəni bu söz xatirinə deyil, ümumiyyətlə istəyərdim ki, çox gözəl bir televiziya olacaq bu gələcəkdə. Mən buna inanıram, çünki burada da səmimi insanlar, doğrudan da düzü düz, əyrini əyri deyən insanlar işləyirlər. Mən hər birinə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Hamınızı dəvət edirəm. Sağ olun, Xəzər müəllim. Biz də sizə can sağlığı arzu edirik və işlərinizdə sizə güc, səbir və böyük müvəffəqiyyətlər arzu edirik. Sağ olun, sağ olun. Əziz dostlar, bugün də bir gözəl verilişimizin sonuna gəldik. Xatırladıram ki, qonağımız Azərbaycanı bütün dünyada dəfələrlə tanıdan bizim dünya çempionu və eyni zamanda Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev idi. Sağ olun. Gələn görüşlərə qədər sağ olun. Sağ olun Xəzər müəllim.